Son illərdə Ermənistan ordusu heç vaxt sahib olmadığı keyfiyyət və parametrlərdə böyük miqdarda müasir silah və hərbi texnika alıb və bu da müəyyən siqnallar, müəyyən narahatlıqlar təbii ki, yaradır bəzi məqamlarda, amma deməli Nikol Paşinyan qeyd edir ordusunun yaranmasının 34-cü il dönümü ilə bağlı paylaşımında ki, Ermənistan ordusunun öz beynəlxalq tanınmış ərazisini qorumaqdan başqa heç bir vəzifəsi yoxdur. Ermənistan müharibəyə hazırlaşmır, çünki müharibə olmayacaq. Ermənistan və Azərbaycan arasında artıq sülh qurulub və sülhdən başqa alternativ təhlükəsizlik yolumuz yoxdur, zəmanətimiz yoxdur, deyir Ermənistanın baş naziri. Amma İran ətrafında vəziyyət dediyimiz kimi olduqca gəlizdir. Artıq Amerika rəsmilərinin bildirdiyinə görə Tomahawk raketləri ilə təchiz olunmuş o Tomahawk ki, Ukrayna Zelenski istəyirdi Trumpdan bunu, uzun müddətdə istəyirdi, amma artıq ona nöqtə qoyuldu və hətta deməli Vladimir Putinin iqamətgahına hücum təşkil olunduğu vaxt, baxmayaraq ki, Kiyev bunu təkzib etdi, həmin vaxt Trump Putinlə danışmışdı və qeyd edilmişdi ki, yaxşı ki, mən Zelenskiyə Tomahawk'ı vermədim, yoxsa indi yox idin yəqin ki, Putinə belə bir siqnal biraz silahını da həm də belə öyürdü orada. Reklam elədi. Və həmin Tomahawk raketləri ilə silahlanmış 3 döyüş gəmisində müşahidə etdiyi Abraham Lincoln artıq deməli İran körfəzi yaxınlığındadır, öz hədəfinə yaxınlaşıb. Donald Trump isə əvvəlki gizli əməliyyatları xatırladır və qeyd edir ki, İrana daha bir donanmamız irəliləyir, yoldadır və bu dəfəki hücum daha pis olacaq mesajını verir. Deməli dostlar, Abraham Lincoln nədir, nələr daşıyır, ümumi heyəti və s. Artıq deməli bu gəminin hədəfə yaxınlaşması ilə həmin dayandığı mövqedən istədiyi vaxt qırıcıları havaya qaldıra və öz hədəfini vura bilər, bombardman həyata keçirə bilər. Bundan əlavə, Amerika Birləşmiş Ştatları yaxın şərqdəki bütün bazalarına, çoxdur təbii ki, onların sayı, qabaqcıl hava hücumundan müdafiə sistemləri və digər hərbi texnikada yerləşdirib. Bu zərbə qrupunun bölgəyə göndərilməsində əsas məqsəd təbii ki, ehtiyac yaranarsa İrana hava zərbələri endirməkdir. Bəs deməli, bu aviadaşıyıcının parametrləri nədən ibarətdir? Deməli, bir təyyarə daşıyan zərbə qrupu adətən 6-8 gəmidən ibarət olur və tərkibinə bunlar daxildir. Deməli, bir təyyarə daşıyan gəmi təxminən 6800 əsgər və 70 qırıcı daşıya bilir. Bax, animasiya formasını təqdim edə bilirik həmin görüntüləri. Bu, deməli, gəminin imkanlarına. Eskadra mina daşıyanlara 200 ədəd olur. Tərkibində hava hücumundan müdafiə və Tomahawk qanadlı raketləri də hücum etmək üçün istifadə olunur. Kreyser var 1 ədəd. Əsas vəzifəsi düşmən raketlərini zərərsizləşdirməkdir və təyyarə daşıyan gəmini qorumaqdır. Mini ordu adlandıra bilərik də biz bu. Bəli. Yeriyən, üzən mini ordu belə deyək. Bir qrafik dedin, yadıma düşdü. Elə bizim qrafikamızda da təsvir olunub bunlar Nəriman. Ötən gün X sosial şəbəkəsində bir xəbər portalının rəsmi səhifəsi idi, xarici xəbər portalı idi, adını unutdum. Onlar da bir qrafika yayımlamışlar. Təkcə İranla həmsərhəd olan ölkələr falan yox, biraz da ona yaxın olan digər ölkələr ki, Amerikanın nə qədər bazası var İrana yaxın olan ölkələrdə. Yəni, dəhşətli dərəcədə qrafikdən görünən ki, bu kifayət qədər çoxdur. Yəni, bu bəzən insanlar düşünür, yəni çox da ola bilər, heç də hər kəs siyasətlə dərindən maraqlanmır, bu tam normaldır ki, hər şey Amerikanın o tayındadır, okean o tayındadır, Amerika falan, okeanı keçkər, yəni onlara ehtiyac yoxdur, onların demək olar ki, böyük bir qüvvəsi var. Avrasiya torpağında özünü kifayət qədər, yəni ordusunu yerləşdirə bilir və bu say, hərbi kontingent və s. hərbi texnika... Çox üzr istəyirəm, Nəriman, qəribəsi buraydı, bəlkə də elə həmin o qrafika məhz ona görə o hissəsini daha doğrusu paylaşmışdılar. Belə dairəvi, həlqəvi bir formadaydı və mərkəzdə İran qalırdı. İstər İrana yaxın hər sərhəd ölkə olsun, istər biraz kənarda olsun. İran bir növ dairədə, mərkəzdə qalırdı və ətrafı Amerika hərbi bazaları ilə doluydu. Təbii buna baxmayaraq, dairədə qalmağına baxmayaraq Tehrandan fərqli açıqlamalar gəlir ki, bizim əlimiz tətikdədir və istənilən cavab zərbəsi endirməyə hazırıq. Birinci biz başlamayacaq, amma hər halda bizim də cavabımız sərt olacaq deyilir. Deməli, Abraham Lincoln'un imkanları dediklərimizlə bitmir. Deməli, nüvə sualtı qayığı da var. Gizli şəkildə Tomahawk raketlərini atmaq qabiliyyətinə malikdir. Həmin sualtı qayıq və təchizat gəmisi var. Təbii ki, digər gəmiləri yanacaq, silah və digər vacib deməli, təminatlarla təmin eləyə bilir, təchiz eləyə bilir. Səudiyyə Ərəbistanı açıqlama verdi ki, bəs deməli İrana qarşı istifadə olunacağı, döyüş başlayacağı halda hava məkanını bağlayacaq. Yəni İran əleyhinə öz üzərində, havasında, səmasında deməli uçuşların keçirilməsinə imkan verməyəcəyi qeyd elədi Səudiyyə Ərəbistanı.
Abbas Əraqçı nə deyir? Deməli, Trumpın belə bir açıqlaması olur, tez-tez təkrarlayır ki, bəs Tehran Vaşinqtonla əlaqəyə keçib görüşmək istəyir, danışmaq istəyir, can atırlar danışmağa və s. Amma Abbas Əraqçı Donald Trumpı yalançı çıxartdı ötən gün. Öz açıqlaması ilə qeyd edir ki, mən və Utkov arasında hər hansı görüş baş tutmayıb, təmas baş tutmayıb bu yaxın günlərdə, son dövrlərdə və bizim tərəfimizdən hər hansı görüş tələbi də irəli sürülməyib. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarının hazırki mövqeyində, hazırki pozisiyasında, yəni qoyduğu tələblər, təhdidlər və s. bu fonda bizim hər hansı bir danışığımız da baş tuta bilməz açıqlamasını verdi Abbas Əraqçı. İrana qarşı yenidən müharibəyə başlamaq yanlışdır, deyir Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan. Əlbəttə ki, deməli, Ankaranın da özünə görə narahatlıqları var. Keçən efirlərimizdə danışmışdıq. Suriya təcrübəsi var artıq. 4 milyona yaxın miqrantın üst tutduğu bir ölkədir. Bununla əlaqədar Türkiyədə kifayət qədər cəmiyyətdə daxildə narazılıqlar da yaşandı. İqtisadi çöküş bir ara yaşandı bu ölkədə. Hələ də onun təsirləri qalmaqdadır. Deməli, Türkiyə cəmiyyəti bu tərəfdən də bir qədər belə mühafizəçi yanaşır bu məsələyə. Bəli, nə qədər qucaq açsalar da Suriyalı qaçqınlara, amma öz belə deyim, gündəlik həyatlarında, yaşayışlarında bunu açıq-aşkar hiss etdilər və növbəti dalğanın qarşısını almağa çalışır Ankara indidən. Bir qədər gizli sənədlərlə bağlı, gizli sənədlərdir, amma müəyyən açıqlamalar da oldu, sızmalar da oldu bununla bağlı ki, artıq Xarici İşlər Nazirliyi parlamentin müvafiq qurumuna bununla bağlı sənəd də təqdim eləyib. Müxtəlif planlar var. Amerikadan gələ biləcək axının, İrandan gələ biləcək axının qarşısını ala bilmək üçün. Deməli, İran mövzusu belədir dostlar. Baxaq görək növbəti saatlarda, növbəti günlərdə nələr baş verir. Amma hər halda deməli son olaraq indi yeni bir xəbər daxil oldu. İran artıq Trump administrasiyasının şərtlərini rədd edib deyilir. Deməli, Wall Street jurnal yazır bunu. ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib ki, Tehran uranı sülh məqsədi ilə zənginləşdirmək hüququndan və öz müdafiəsi üçün vacib hesab etdiyi raket arsenalını saxlamaqdan imtina etməyəcək. Yəni, bu da bir növ, bəli, Vaşinqtonun, Ağ Evin, Trumpın tələblərinə yox deməkdir, rədd etməkdir onun tələblərini və belə olan halda təbii ki, Tehran əvvəl də deyirdi, biz nüvə silahını məhz təhlükəsizlik baxımından zənginləşdirmək istəyirik. Burada hər hansı nüvə silahının ortaya çıxmasından, hazırlanmasından söhbət gedə bilməz. Amma hər halda Ağ Evdə öz dediyinin üzərində dayanıb ki, olmaz, olmaz. İran mövzusu belə dostlar və təbii ki, Qrenlandiya mövzusu da gündəmdən düşməyib. Nə qədər Trumpın başı qarşısa da deməli yaxın şərqə, İrana, amma təbii ki, Qrenlandiyanı da unutmur. NATO'nun baş katibi Mark Rutte, ABŞ prezidenti Donald Trumpla Qrenlandiya məsələsi üzrə Kopenhagen adından danışıqlar aparmamalıydı. Aparmışdı bildiyimiz kimi ötən günlərdə. Deməli, Danimarkanın baş naziri Mette Frederiksen New York Times müsahibəsində giləyələnib. Rüttədən deməli ada üzərində suverenliyin verilməsi iddiası Danimarka və onun Avropalı müttəfiqləri üçün qırmızı xətti və bu sərhədin keçilməsi mümkün deyil, deyir baş nazir və deməli dediyimiz kimi Rüttənin Trumpla danışığındakı məzmunu, fonu bəyənməyib. Mən belə başa düşdüm ki, Nəriman, hər ikisi birlik ölkəsinin biri xanım özü də Danimarkanın baş nazirdən, Danimarka özü də birliyin üzvüdür, ittifaqın üzvüdür. Bayaq Macarıstanla bağlı sən xəbərləri çatdıran onların da Avropa Birliyində, yəni öz birliyin içində olan başqa ölkələrlə müəyyən fikir ayrılıqlarının olduğunu gördük. Ümumiyyətlə, son il vaxtlar proseslərə baxanda, yəni birliyin özündə, yəni Avropa İttifaqının özündə belə ölkələr bir çox mövzuda ortaq dil tapa bilmirlər. Hətta onların özünün mənfəətinə olan, belə deyə, bir yerdə əslində eyni şeyi düşündükləri proses. Məsələn, Qrenlandiyada aydın məsələdir ki, Avropa Birliyi mövqeyi nədir, amma orada belə daxildə biz görürük ki, müəyyən fikir ayrılıqları var. Belə, həm NATO daxilində yaranıb bu fikir ayrılıqları və Rüttənin timsalında biz bunu görə bilirik artıq. Ona qarşı bu cür etirazlar da baş qaldırır. İndi daha bir maraqlı xəbər təqdim edəcəm Rüttəyə qarşı olan etirazlardan bağlı və Avropa İttifaqı daxilindəki fikir ayrı seçkiliyini yaradan da Kreml oldu. Moskva bacardı. Yəni Avropa İttifaqının daxildən fikir ayrılığı yaratmaqla dağıtmaq deyək bir növ bunun adına. Ukrayna müharibəsi sayəsində bunu bacara bildi həqiqətən də. Ona da gələcək yenə də. Deməli, NATO'da Rüttənin Trumpa yaltaqlanması narazılıq yaradıb. Bəli, sırf yaltaqlanmaq deyilir bunun adına orada. Politico nəşri yazır bununla bağlı. Deməli, NATO'nun baş katibi ilə Avropalı diplomatlar arasında gərginlik Mark Rüttənin Avropa parlamentindəki çıxışı zamanı qeydə alınıb. Deməli, Amerika Birləşmiş Ştatlarından müdafiə edir NATO'nun rəhbəri və belə bir cümlə işlədir. Əgər burada kiminsə elə bir xülyası varsa ki, Avropa İttifaqı və ya ümumilikdə Avropa Amerika Birləşmiş Ştatları olmadan özünü müdafiə edə bilər, xülyalarınızda qalın. Siz bacarmayacaqsınız.
və NATO-nun baş katibi olan şəxs belə bir cümlə işlədir. Və bu sözlər təbii ki, deməli, etirazla qarşılanır. Məsələn, Fransanın Avropa məsələləri üzrə sabiq naziri, deməli, Nathalie Loazo tərəfindən deyilir ki, bu utanc verici andır. Bizə Trumpın fanatı lazım deyil. NATO, Amerika Birləşmiş Ştatları və Avropa arasında tarazlığı bərpa etməlidir. Digər, deməli, diplomat, İspaniyalı deputat Nacho Sanchez Amor nə deyir? Siz Amerika Birləşmiş Ştatlarının NATO'dakı səfiri deyilsiniz. Alyansın və onun üzvlərini təmsil edən baş katibsiz və yerinizi bilin. Kifayət qədər sərtdir son cümlə. Əslində rütbəni başa düşmək olar dostlar. Baxın, belə bir rəqəm deyim sizə. NATO 32 dövlətdən ibarətdir. Və 32 dövlətin tək Amerika Birləşmiş Ştatları ümumi büdcənin 1,4 trilyon dollar olan müdafiə büdcəsini, müdafiə xərclərinin 60%-ni tək Amerika ödəyir. Yəni bu tərəfdən baxanda qalan 31 ölkə 40%-ni qarşılayır bu xərcləri. Hər ölkəyə o 40%-dən nə qədər düşür, o özü də. 31 ölkə 40%, bir ölkə 60%. Bu tərəfdən baxanda rütbəni də başa düşmək olar. Niyə yaltaqlanır Avropalılar? Trumpı da başa düşmək olar, hətta bu məsələdə. Bəli, Trumpı da başa düşmək. Trump da deyir, mənəm sizi təşkil edən, təmin edən, əlimi çəksəm yoxsuz. Ona görə də mən deyən olmalı. Arktikada da böyük hissə bizdə deyil. Bəli. Deməli, Zelenski Ukrayna mövzusu ilə davam eləyək dostlar. Donald Trump Rusiyaya, deməli, təklif eləyir ki, Zelenski ilə Putini görüşdürün. Baxın, nə baş verir. Əslində, Trumpla Putin arasındakı telefon danışıqlarında bu məsələlər tez-tez gündəmə gəlirdi. İndi deməli, Yuri Ushakova veriblər mikrofonu. Deyiblər ki, Moskvanın fikrini sən səsləndir. Ushakov da deyir ki, əgər Zelenski istəyirsə Putinlə görüşməyi, biz hazırıq, gəlsin Moskvaya. Onun üçün bütün təhlükəsizlik zəmanətləri təmin edəcəyik, iş şəraiti quracağıq və s. Amma bu görüş nəticə yönümlü olmalıdır, deyir Yuri Ushakov. Deməli, ötən gün Moskvada Suriyanın prezidenti, deməli, Əhməd Əl-Şara var idi. O, Putinlə görüşdü, bir sıra məsələlər ətrafında danışdılar və Putin, deməli, Əhməd Əl-Şaraya özünün dəstəyini ifadə etdi. Fərat bölgəsi ətrafında, deməli, Suriyanın özünün reinteqrasiyasını, deməli, alqışladı və qeyd elədi ki, Rusiya Suriya hökumətinin yanındadır. Bundan əvvəl, bu görüşdən əvvəl, deməli, Peskova sual verilmişdi Kremlin mətbuat katibinə. Bəs Əhməd Əl-Şara Moskvaya gəlmişkən Bəşər Əsəd də Putindən istəyə bilərmi? Bu suala cavab vermədi, deməli, Peskov. Amma bağlı kabinetdə nə danışılıb, onu da bilmirik. Bu məsələ bəlkə də artıq ikinci səfərdir Əhməd Əl-Şaranın Moskvaya və hər dəfə gələndə yəqin ki, orada Bəşər Əsədin gizləndiyi otaqda belə ürəyi düşür. Məni göndərəcəklərmi, yoxsa yox? Amma əlhalda bu dəfə də əli boş qayıtdı, amma nələr danışılıb, onu bilmək olmaz. Ümumiyyətlə, Əhməd Əl-Şara hakimiyyətə gələndən sonra biz bilirik ki, onun döyüşçü keçmişi də var. Uzun illər militan kimi də olub və hazırda Suriyanın prezidentidir və xüsusilə türk xəbər saytlarında onun keçmişi ilə bağlı, belə deyək, avtobiyografiyası ilə bağlı müəyyən məlumatlar paylaşılırdı və orada qeyd olunurdu ki, onun həmçinin öz ailəsinə də çox bağlı bir insandır. Hətta özü bildirirdi ki, məsəl üçün, mən çətin şəraitlər də görmüşəm, çox çıxılmaz vəziyyətlərdə də qalmışam və ailəmi həmişə istəmişəm, bundan kənar tutdum, amma xanımın başda olmağım həmişə deyib ki, biz həmişə sənin yanında olacağıq və nə olsa bütün çətinliklərə bir yerdə sinə gələcəyik və ona görə onun xüsusi tədbirlərdə də xanımına olan ehtiramını görürlər, yəni ölkənin birinci xanımına, Suriyanın. O məlum videonu xatırlayırsan yəqin. Əgər də vaxtımız varsa dostlardan xahiş edəcəm, çox sürətli formada bir Macarıstanla da bağlı son xəbər oxumaq istəyirəm. Deməli, Macarıstanın baş naziri Viktor Orban bəyan edilib ki, ölkəsi Ukraynaya pul göndərməyəcək. Bu pulların Macar ailələrində qalmağı Ukraynalı oliqarxın hamam otağına getməkdən daha yaxşıdır. Və biz deyək ki, Rusiya nefti və qazının idxalına qadağa qoyulmasına icazə verməyəcək. Çünki Rusiya nefti və qazı olmadan, deməli, Macar ailələrinin enerjiyə əlçatlanlığı mümkün deyil. Həmçinin qeyd edirik ki, Ukraynanın 2 il ərzində Avropa İttifaqına daxil edilməsinə, Avropa İttifaqı qanunlarının əleyhinə çıxış eləyərək, deməli, bu addımın atılmasına biz imkan verməyəcəyik. Macarıstanın gələcəyinə yalnız Macarlar qərar verəcək. Budapeşt Kiyev gərginliyi bir müddət əslində davam edir dostlar. Ötən həftə Viktor Orban deməli belə bir açıqlaması vardı, xatırlamaq yerinə düşər. Deyirdi, düşünürəm ki, qarşıdakı 100 il ərzində Macaristanda Ukraynalıların Avropa İttifaqının üzvlüyünü dəstəkləyəcək bir parlament olmayacaq. Bu yerdə Ukraynanın Xarici İşlər Naziri Sibiqa çıxdı ortaya və dedi ki, bu plan iflasa məhkumdur. Cənab Baş Nazir, sizin Moskvadakı sahibiniz, yəni Putin, 100 il yaşamayacaq. Hətta ona bütün orqanlarınızı qurban verməyə hazır olsanız belə. Ukraynanın Avropa İttifaqına daxil olduğu gün isə bu bəyanatınızı Ali Radada çərçivəyə salacaq ki, növbəti 100 il ərzində sizin yalanınızı xatırlayaq.
olmayaq. Nələr olub, nələr, nə qədər fikir ayrılıqları var. Belə bizdən bu qədər. Təşəkkür edirəm. Sağ olun Nəriman, təşəkkürlər, uğurlar.